Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Aziz dostlar, mevzu ata ve ana hakkındadır. İnsanın hayatında elə iki varlıq var ki, onlar gedəndə sanki dünya öz oxunu bir anlıq dayandırır. Ana ve ata. Biri qəlbin, biri ağlın təməlidir. Biri səni dünyaya gətirir, o biri bu dünyada saxlamağı öyrədir. Ana sevgisi sessiz bir dua, ata sevgisi görünmez bir qalxandır ve insan onları itirdiği gün ilk dəfə öz faniliğini dərk edir. Filosoflar deyirlər, insanı yaşadan onun köküdür. Kökü olmayan ağac quruyar, kökü zədələnən ruh da yönünü itirər. Ana ve ata o kökün iki tərəfidir. Onların yoxluğu sadece fiziki bir itki değil, varlığın mənəvi balansının pozulmasıdır. Sokrat demiştir, bilik özünü tanımaqla başlayır. Ama insan özünü anasız ve atasız tanıyanda hayatın başka bir tərəfini görür boşluğu. Bu boşluq bəzən sükutla doludur, bəzən dualarla, bəzən gözyaşlarıyla. Heç kim tam anlamaz valideynini itirenin işini. Çünkü bu yaşamadan dərk olunmayan bir fəlsəfədir. Hayat sana her şeyin yerini öğretir ama valideyninin yerini heç neyle doldurmağı öğretmir. Psixologiyada bu hal daxili boşluq sindromu adlanır. Valideynini itiren şəxs sanki içinde bir boşluqla yaşamağa öyrəşir. Lakin maraqlısı budur ki, bu boşluq insanı zəiflətmir, onu dərinləşdirir. İtki insana iki şey öyrədir. Səssizlikdə güc tapmaq və sevginin dəyərini ölüm gəlmədən anlamaq. Freud deyirdi ki, uşaqlıqda yaşadığımız duyğular bütün həyatımızı formalaşdırır. Ana ve atanın itkisi o duyguların merkezini değişir. İnsan daha az danışır ama daha çok hissedir. O başkalarının kədərinə daha anlayışla yanaşır. Çünkü bilir en derin acı sessiz olandır. İslamda valideynə itaət və hörmət imanın əsas hissəsidir. Quran-ı Kərimdə Rəbbin yalnız ona ibadət etməyi və valideyninə yaxşılıq etməyi əmr etdi. İsra surəsi 23-cü ayədə buyurulur. Bu təsadüfi deyil. Allah valideyni öz adından sonra zikr edir. Çünkü ana ve ata Allah'ın insan üzerindeki iki təcəllisidir. Şəfqət və qüdrət. Peyğəmbərimiz buyurmuşdur, cənnət anaların ayaqları altındadır. Ata cənnət qapılarından biridir. İstəsən qoru, istəsən itir. Valideyn itkisi sadece ölüm değil, bu imtihanların en səssizidir. Çünkü bu imtihanda senin karşısında müəllim yoktur, ama sen yine de ders almalısan, səbir dersini. Bazen dua ederken semaya baxırsan və anlayırsan, sanki senin duaların artıq yuxarıdan sənə baxır. Ana və ata gedəndə səni qoruyan mələklər ad dəyişir. İndi onlar səssizcə səmanı sənin üçün işıqlandırır. Ruhun təkamülü çox vaxt ağrılarla başlayır. Ana və atanın itkisi ruhu silkələyir, eyni zamanda o ruhu saflaşdırır. Artıq sən başa düşürsən, bu dünya müvəqqətidir, amma sevgilər əbədidir. Ölüm deyil, unudulmaqdır son. İtirdiyin valideyn sənin içində yaşamağa davam edir. Hər qərarında, hər davranışında, hər səssiz duasında, bəzən gülərkən belə o gülüşün içində bir kədər gizlənir. Çünki sanki onlar da səninlə gülür. Yetimlik təkcə uşağın atasız qalması deyil, yetimlik böyümüş insanın ana deyib cavab ala bilməməsidir. Yetimlik bir xəbər eşidib ata sənə danışım deyə bilməməkdir. Yetimlik bəzən səssiz bir dua, bəzən
gece yarısı pıçıldanan bir ad olur. Ama unutmayın, valideynini yitiren insan Allah'ın daha çok yanında olur. Çünkü Allah bir sevdiğini alanda özünü daha çok yakınlaştırır. Sen tek değilsen, sadece senin sevdiklerin görünmez bir alanda seni gözləyir. Ana ve atanın ikisi insanın içindeki uşaqla beraber sükut getirir. Ama o sükutun içinde bir nur var. O nur seni koruyur, yönlendirir, sessizce doğru yaşa deyir. Bu dünyada birçok şeyin əvəzini tapmaq olar, amma ana nəfəsinin, ata səsinin yox. Bir gün səmaya baxanda unutma, o buludların arkasında səni seyr edən iki ruh var. Onların gülüşü sənin gülüşündə, duası sənin yolundadır. Valideynini itirən insan yetim deyil, o cənnətə 2 addım daha yaxın insandır. Ana cənnətin qapısıdır, ata o qapıya aparan yoldur. Və kim o yolda düz gedirsə, Allah onu heç vaxt tək buraxmaz. Hər gün səssizcə səmaya bax və pıçılda, Allahım onları bağışla, onlar məni sevdilər, mən də onları sevməyə davam edirəm. Çünki sevgi nə qəbirdə bitər, nə də dünyada unudar. O ruhun sonsuz nəfəsidir. Atasız övlada yetim deməzlər. Deyərlər, arxası dayağı yoxdur. Anasız bir övlad görəndə isə deyərlər, yetimin heç nəyi yoxdur.